Hər kəs salamlayıram, dəyərli izləyicilərim. Bilirəm neçə vaxtdır ki vlog gözləyirsiniz və nəhayət o gücü özümdə tapdım. Bugün sizi salamlayıram xeyir işdən. Xalam öz gəlini üçün bayramlıq xonçalar aparırdı. Biz həmişə xeyir iş zamanı bacardığımız qədər hər kəsə kömək eləməyə çalışırıq. Xalam da artıq bu dəfə ikinci oğluna aparır. Yəni daha doğrusu ikinci gəlini üçün aparırdı xonçaları. Biz də istədik ki, tort üçün, nə bilim, bəzi şirniyyatlar üçün, yəni elə eləyək ki, ona güc düşməsində. Onsuz da işi çoxdur. Və məsələ belə alınır ki, həmişə anam xeyir işdən bir neçə saat əvvəl zaten xalamın yanına gedir. Bir növ ona dəstək olur, kömək eləyir. Bilir ki, xonça bəzəyəcək. Əvvəldən gedir, dəstək olur ona. Elə xalam da dedi ki, onsuz da şirniyyatların ünvanını da sizə yaxında siz götürüb gələcəksiniz. Madəm ki elədir, bu dəfə siz də bizlə qonaqlığa gəlin. Bacım dərsə çox olduğuna görə gələ bilmədi, amma mən onsuz da neçə vaxt evdə oturmaqdan təngə gəlmişdim. Dedim, nə yaxşı ay Allah. Çox qəşəng yerdən təklif gəldi. Yəni bunu qaçırda bilmərəm də, mütləq getməliyəm. Və yaxşı ki də getdim. Çox belə mənim üçün də bir hava dəyişikliyi oldu. Bu arada həmin gün hava həm küləkli, həm yağışlı idi. Amma yenə də keyfimizi pozmadıq. Qəşəng sağ-salamat getdik, gəldik. Çox da qəşəng keçdi. Düzdür, biraz İnci narahat idi. Necə? Deyəsən təzə dişi çıxır yenə. Başlayıb başımıza oyun açmağa. Həm də yerin yadırğıyıb da, yəni heç vaxt getmədiyi bir yerə gedəndə bəzən belə olur. Nə yaxşı ki, yanında atışdırmaqlar falan aparmışdım. Orada əslində cəhd elədik yedizdirməyə. Nəsə bir-iki ağız yedi, yemədi sonra. Heç normalda bəyənir də, nəsə yemədi. Sonra belə meyvə ilə falan oynayır burada. Təxminən 3 saat, yəni elə xatırlayıram ki, 3 saat falan belə oturduq. Və istədim bu görüntünü də sizə çəkim, göstərim. Baxın, tortumuz bu şəkildə idi. Burada cupcake'lər var. Əlavə olaraq belə hazır bir konfet şokolad xonçası almışdım. İçinə də sırğaları qoyub və meyvə xonçası 2 ədəd də bir buketi. Əslində bu buketlərdən biri xalamın həyətinin gülləridir, digəri isə mən almışdım. Son anda olmağına baxmayaraq şükür Allaha həmişə sifariş elədiyim yerə zəng elədim, xəbər verdim, hazırladılar mənim üçün belə bir buket. Arzu edirəm ki, bu gözəl gündən və bu gözəl xonçalardan bütün subay qızlarımıza qismət olsun. Və artıq bu video isə 1 iyun tarixinə aiddir. Bugün uşaqlar günüdür, uşaqların bayramıdır. Bütün uşaqları, körpələri təbrik eləyirəm. Onlara can sağlığı arzu eləyirəm ən başda. Təhsillərində uğurlar arzulayıram. Gələcək həyatları həmişə parlaq, işıqlı olsun. Həmişə yaşıl işıq yansın bütün işlərində. Valideynlərinin başlarını uca tutsunlar. Valideynlər özləri də çox əziyyət çəkir. Mən özüm valideyn olmamışdan qabaq həqiqətən bir çox şey başa düşmürdüm. Valideyn olandan sonra bildim ki, uşaqları böyüdüb boya başa çatdırmaq çox zəhmətli bir işdir. Allahdan bütün valideynlərə səbir diləyirəm. Allah bütün valideynlərə də can sağlığı versin ki, övladlarının bu xoş günlərini, xeyir günlərini görsünlər. Zəhmətləri, əziyyətləri yerdə qalmasın. Və burada da İnciyə tarhana hazırladım. Tarhananın tərkibində müxtəlif cür paxlalar var və onun içinə belə bir pendir və yumurta tozu qarışımı var. Onu da əlavə edib qarışdırdım. Əlavə olaraq su, duz və vermişel də əlavə elədim. Çox az miqdarda vermişel və arada özünü çox narahat apardı. Mən də bildim ki, artıq acdı. Tez bir piçenya verdim ki, atışdırsın, biraz acılığı keçsin. Yemək də belə iri bir kasa qədər tutmuşdu, ağzına qədər dolu idi və görürsünüz də dibində çox azca saxlayıb. Və 1 iyun uşaqlar bayramına özəl istədim ki, qızıma heç olmasa bir çay süfrəsi eləyək. Hətta anam işdən mənə zəng eləmişdi ki, bəs evə gəlirəm, İnciyə hədiyyə almaq istəyirəm, nə alım? Dedim, valla heç nəyə ehtiyacı yoxdur, hər şey var. Dedi, oyuncaq alım. Dedim, lazım deyil. Baxın, burada da qəfildən əlimizdən çıxır, gedir, şar az qalsın itəcəkdi də, havada uçub gedəcəkdi. Bu arada təmir işləri hələ də davam eləyir. Yəqin ki, ümid edirəm bir həftəyə bitər. Onsuz da nənəsə hər bayramda demək olar hər şeyi alır, lazım olsa da, olmasa da. İncini onsuz da hədiyyələrə boğurlar. Mən özüm də yay üçün çox paltarlar aldım. Çünki alınan hədiyyələr əsasən gələn il olacaq İncinin əyninə. Bir neçəsi bu il oldu, amma qalanları gələn ilə qaldı təəssüf ki. Elə bu əynindəki
üstündəki koftası və şortiki də dəst şəklində almışam. Civildən sifariş etmişdim, gəlmişdi. Neçə gündür qalmışdı kargoda. Axır ki gedib götürdük ki, qəşəng geyinsin, keçinsin. Nənələr də belə başda ən yaxşı yerdən 30 lirandan sonra gəldik, tortumuzu götürdük, başlayırıq çəkilişə. İnci üçün qısa metrajlı videoda hazırlamışdım, paylaşmışam shorts videolarda. Əslində helium şarları almayacaqdım, amma təsadüfi şəkildə uşaqlar gününə özəl endirimləri oldu deyə dedim qoy onu da götürüm. Qəşəng abu-hava qatsın. Zaten sonra da o həmin şara bütün günü evdə oynadır. Burada da qəşəng kadrlar alınsın deyə mən İncini ötürürəm anama, anam da mənə ötürür. Onsuz da İncinin artıq yatmaq vaxtına az qalmışdı. Biz bunları eləyəndə ona görə biraz axıra yaxın huysuzlandı. Biz də çox üstünə getmədik və başladıq bu şəkildə. Tortu göstərim sizə. İstədiyim kimi hazırlamışdılar. Bu da sanki İncidir, əlində piçenya yeyir. İstədim ki, böyüklərə də söz verək. Birinci nənələr danışsın. Qeyd etmək istəyirəm ki, tortumuz 4-5 nəfərli idi. Yəni keçən dəfəki tortdan qat-qat balaca idi. Hem bir yaşı var, hem de bayram. Hem adını mübarek, hem de bayramı mübarek. Ay bana atalananı böyüyesen. Yekir kız olasan, mektebe gidesen. Sonra da yine süta gidesen. Nerede için? Az ay kahvemiz. Bilsinler, size de tebrik ederim. İncil'i tebrik ederim. Büyük kız olsun. Çok mu bayramlar? Ağıllı olsun. Bayramın da mübarek. Bayram da mübarek İnci. Sağ olun. Sağ olun, çox sağ. Elə anam sağ ol eləyəndə İnci də buradan belə sağ ol eləyirdi əlləri ilə. Artıq elədiyimiz hərəkətləri şuurlu şəkildə təkrarlayır. Biz məsələn cicci eləyən kimi o da əli ilə üzünə cicci eləyir. Ya da sağollaşanda əli ilə sanki sağollaşırmış kimi eləyir. Çəpən eləyəndə də əllərin bir-birinə çırpır. Və ümumi süfrəni çəkib göstərmək istəyirəm. 5 dəqiqənin içində anam tez çay süfrəsi qurdu. O deməkdir ki, əslində bir araya yığışmaq üçün çox iri bir süfrəyə, dəmdəstgaha ehtiyac yoxdur. Kiçik bir çay süfrəsi də kifayətdir ki, insanlar bir araya yığışsın. Əslində çox istəyərdik ki, yoldaşım da burada olsun, birlikdə kəsək tortu. Hətta dedim ki, istəyirsən saxlayım tortu, sən gələndə kəsərik. O da dedi ki, yox, məni gözləməyin. Çox yəqin ki, mən hələ çox sonra gələcəm. Gərək ki, insan hər elədiyi işdən həzz almağa çalışar. Elə videonu paylaşan kimi həmin o qısa shorts videonu gördüm, yoldaşım yazıb ki, çox sağ ol da qızımızın bütün belə qəşəng günlərini qeyd eləyirsən, heç birini ötürmürsən. Açığı o burada olsa da, olmasa da mən özümə söz vermişəm ki, bunların hamısını keçirəcəm. Gələcəkdə qızım baxanda çox sevinəcək, çox fərəhlənəcək, əminəm ki. Ümumiyyətlə bu bayramların hamısı əslində bir bəhanədir bir yerə yığışmaq üçün. Mən həmişə deyirəm, bir yerə yığışmaq üçün, yəni çox dəmdəstgah, ondan sonra bahalı hədiyyələrə və s. ehtiyac yoxdur. Mən özüm də ətrafımda heç kimdən elə şeylər gözləməmişəm. Gətirənlərin də Allah canı sağ eləsin, gətirməyənlərin də. Demək olar elə hər bayramında xalam, o birisi xalam da, sonra ana, hamısı nəsə alır da, bir paltar və s. Yəni doğrudan da gələn ilə paltarı almağa ehtiyac yoxdur, çünki çox paltar var. Yəni qardıroban sizə göstərsəm dəhşətə gələrsiniz. Günortada İnci bayram eləsin deyə belə qəşəng makaron bişirib verdim. Sağ olsun sonradan əlinlə vurdu, saldı yerə. Şükür qaba heç nə olmadı, amma içindəkilərin hamısı töküldü yerə də təsəvvür edin. Və qarşıdan 4 iyun xalamın ad günü gəlir. Çox yəqin ki, həmin gündə vloqlayacağam. Yüksək ehtimalla keçirmir, amma biz yenə də gedirik. Yəni dediyim kimi biz gedirik həmişə ki, elə bir yerə yığışaq. Ümumiyyətlə, insanın ətrafının olmağı çox gözəl bir şeydir. Xüsusən də yaş aldıqca insan daha da çox istəyir ki, ətrafdakılarla yaxın olsun. Bu arada İnci xanımın yuxu rejiminə də bir dəyinmək istəyirəm. Artıq son bir aydır ki, yuxu rejimimiz deyərdim ki, əslində tam normala düşüb. Əslində yəni bu şəkildə olmalıdır. Uşaq ən gec 11-də yatır, artıq 11-in yarısı 11 arası yatır və səhər 7-nin yarısı ən gec 7 saatlarında yəni belə oyanır. Gecə oyanmalarımız hələ ki tam bitməyib. 1-2 dəfə oyanır yenə, sms verirəm. İndi görün, bəlkə elə elədim ki, bir dəfə oyananda sms verim, ikinci dəfə oyananda isə çay verim. Yəqin ki, elə eləyəcəm. Görüm necə qurtaram bu məsələndə. Amma böyük ehtimalla 2 yaşına kimi yenə oyanacaq. Yəni artıq bunu qəbullanmaq lazımdır ki, uşaq gecə yəni yuxu pozur.
belə deyək. Əsasən bizim yuxumuzu pozur. Elə bugün axşam bu videonu editləməmişdən öncə getmişdim dayımgilə. Dayımın yoldaşı ilə söhbət edirdim. Dedi, hə bizdə də 2 yaşına kimi uşaqlar gecələr oyanıblar yəni. Və vay o günə ki biz yemək yeyək, amma İnci gəlib bizim yanımızda oturmasın. Ailəmi dağıdır ki, mən də sizinlə oturacağam. Burada da səhv eləmirəmsə ucu 5-ci kartofu yeyirdi. Yəni diri kartof nəzərdə tutmuram, qızarmış kartof dilimini nəzərdə tuturam. Bəlkə də 6-cı da bilmirəm, tam xatırlamıram. Belə bura qoyub yeyir ki, güya bizlə bərabər yeyir də, yəni öz ailəmində. Bizdə İnci onsuz da yeməkdə seçicilik eləmir. Yəni yalan danışa bilmərəm o barədə. Ona görə rahatam. Nə versə yəlinə yeyir. Əsasda ət barəsində yəni rahatam. Şükür Allaha. Mal əti də yeyir, toyuq əti də, balıq əti də. Yəni evdə bişən qəşəng əzirik verir, yeyir. Dolma falan da eləyəndə anam elə birinci İnciyə yedizdirik. Bu arada mənim qızım yeməyi duzsuz yemir. Həmişə anam soruşur ki, bəs yeməyin duzu var idi? Deyirəm, hə var idi. Olmasa İnci qətiyyən yeməz. Zarafat bir qırağa həqiqətən mənim qızım tam bir buğa bürcünün xüsusiyyətlərini daşıyır. Dadlı duzlu yeməklər yeyir ancaq. Burada da anam özünə güya ayran hazırlamışdı. Tez İnci gördü ki, o nəsə içir. Dedi, mən də. Az qala bir stəkandan çox ayran içib. Yəni abartmayım, amma həqiqətən bir stəkandan çox içdi. Mənim qızım elə ağartı məhsullarını da çox sevir. Bu videodan da bəllidir. Anam illərdir qatığı özü evdə hazırlayır və artıq İnci olandan, yeməyə başlayandan bəri isti hansı ki təzə qatıq olmur, onu qəşəng gətirir, yedizdirir İnciyə bir kasa. Evdə hazırlanan qatıq çox xeyirdir ümumiyyətcə uşağa. Yəni təbii probiotikdir də, mədə bağırsaq sistemi üçün, immunitet üçün çox faydalıdır. Əslində buradan belə başa düşürəm ki, yavaş-yavaş inək südünə qarşı olan o intoleransslığı azalıb İncinin. Əvvəl qətiyyən düşmürdü, yəni qarın ağrısı falan verirdi. İndi düzəlib. Bu gedişlə mən də başqa firmaların gecə kaşalarına keçəcəm. Gecə kaşamız bizə Fleur Alpinlə olurdu həmişə. Amma indi bütün stoklarda bitib, firmada hələ ki istehsal eləmir. Məcbur keçəcəm başqa markaya və yoxladıqca burada çəkib paylaşacağım sizə nəticəni. Bilirəm, video biraz qısa oldu. Neçə vaxt ki 20-25 dəqiqəlik videolar hazırlayıb paylaşırdım. Amma belə bir şey nəzərimə çarpdı ki, qısa videolarım daha çox izlənir, nədənsə daha çox insanların qarşısına çıxır, nəinki uzun videolar. Böyük ehtimal növbəti videom daha uzun olacaq, çünki ad gününə gedəcəm dediyim kimi və xalamgilin qəşəng həyətində güllər, çiçəklər çəkəcəm. Əgər videonu buraya qədər izlədinsə, sənə çox-çox minnətdaram və əgər yenisənsə kanalıma abunə olub videonu like edib aşağıda şərh bölməsində fikirlərini yazmağı unutma. Hər hansı bir sualın olsa da ver. Bacardığım qədər tez cavablandırmağa çalışıram. Və qeyd edim ki, belə ailə vloqlarını, uşaq vloqlarını da sevirsənsə, elə bu dəqiqə səhifəyə keçid et və hamısını izlə.